Salam dəyərli müəllimlər, axşamınız xeyirli olsun. Bugün belə bir sual nümunəsinin izahını bildirəcəm. Sual bu il müəllimlərin sertifikasiya imtahanında istifadə edilmişdir. Sualın şərtində qeyd edilir. Verilmiş iqlim diaqramına əsasən doğru fikirləri seçin. İlk növbədə biz iqlim diaqramına baxdığımız zaman görürük ki, qış dövründə havanın temperaturu -50 və yay dövründə temperatur təxminən 25 dərəcə Selsi göstərir. Yağıntıların illik gedişinə fikir versək görərik ki, ilin isti dövründə, yəni iyun və avqust aylarında yağıntının miqdarı nisbətən daha aşağı, qış aylarında dekabr və yanvar aylarında isə yağıntının miqdarı nisbətən daha yüksək olmasını seçilir. Bu iqlim tipi təbii ki, yay dövründə tropikin təsirindən isti və quru, qış dövründə mülayimin təsirindən mülayim və rütubətli xüsusiyyətə malik olan subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipi hesab edilir. İndi biz buradan təbii ki, subtropikin aralıq dənizinə mənsub olan xüsusiyyətləri seçməliyik. Bir də qeyd edilir, aid olduğu iqlim qurşağının Avrasiyadakı bütün tiplərində qış fəsli rütubətli keçir fikri yanlışdır. Bildiyimiz kimi, subtropik iqlim qurşağının Aralıq dənizi və kontinental və musson tipləri mövcuddur. Subtropik iqlim qurşağının musson tipində qış fəsli deyil, yay fəsli rütubətli keçir. Bu baxımdan bir yanlışdır. İkidə qeyd edilir, aid olduğu iqlim vilayəti Afrika materikində müşahidə edilən fikir yanlışdır. Afrika materikinin həm ucqar şimalı, həm də ucqar cənub nöqtəsində subtropik iqlim qurşağının Aralıq dənizi müşahidə edilir. İki də yanlışdır. Üçdə qeyd edilib, yayıldığı ərazilərdə yay fəsli quraq keçir fikri doğrudur. Çünki yay dövründə tropik hava kütləsi təsir göstərir. Dörddə qeyd edilib, diaqramın aid olduğu iqlim qurşağında qışda mülayim hava kütlələri hakim olur fikri doğrudur. Və bir məlumat bildirim ki, yay dövründə isti və quru iqlim hakim olduğu üçün yay dövründə çaylardan su varmada daha geniş formada istifadə edilir. 5də qeyd edilib, Kanar adalarının aid olduğu ölkədə bu iqlim vilayəti mövcuddur. Bildiyimiz kimi Kanar adaları İspaniya dövlətinə mənsubdur və İspaniyada bu iqlim vilayəti müşahidə olunur. Doğrudur. 6da qeyd edilib, bu iqlim vilayəti il boyu yüksək təzyiq fikri yanlışdır. Çünki burada fəsil dəyişkənliyi təbii ki, fərqli hava kütlələrinin təsirinə bağlıdır. Yay dövründə tropikin təsirindən yüksək təzyiq, qış dövründə mülayimin təsirindən alçaq təzyiq qeydə alınır. İl boyu yüksək təzyiq fikri tamamilə yanlış düşüncədir. Ona görə bu da yanlışdır. Deməli, bizdən doğru fikirlər istəndiyi üçün bizim doğru cavabımız oldu. Təbii ki, 3, 4 və 5, yəni D variantı.